Sabahınız xeyir olsun, əziz və sevimli neçənci dördüncü sinif şagirdləri qış tətilindən sonraki ikinci dərs günümüzdə beraberinizi xoş gördük. Ümid edirəm ki, əziz şagirdlər, bugünkü dərsimizdə də hər zaman olduğu kimi xüsusi fəallığınızla seçiləcəksiniz. Bugün dərsdə iştirak etməyən şagirdlər var. Hamı dərsdə iştirak edib. Bu o deməkdir ki, əgər dərsdə iştirak edirsə, bugün hal-hazırda mənim sinifimdə neçə nəfər şagird var? 19 nəfər. Əslində ingilis dili dərsində 15 nəfərdən maksimum, ən çoxu 15 nəfərdən artıq şagirdin iştirakına xarici dil dərsində icazə verilmir. Amma nə etmək olar ki, mənim bu məktəbdəki demək olar ki, siniflərimin çoxsunda şagird sayı həmişə 19 nəfər, hətta əvvəlki illərdə 28 nəfər, 29 nəfər olub. Bunun da səbəbi odur ki, müəllim çatışmamazlığı, bəli, kadr çatışmamazlığı səbəbindən mənim siniflərimdə hər zaman şagird sayı çox olub, amma eyb etməz. Heç bir, mənim üçün, yəni, heç bir problemi yoxdur. İstəyir 19 olsun, istər 39 olsun, istər 59 olsun. Əgər o şagird ki, oxumaq istəyir, onun həvəsi var, öyrənmək istəyirsə, lap sinifdə şagird sayının 100-ə qədər yaxın olsa belə, nə qədər çox olursa olsun, mənim üçün heç bir narahatçılığı və qorxusu yoxdur. Əsas odur ki, siz öyrənmək istəyin. Şagirdlər bilirəm, mən sizə sonuncu dərsimizdə ev tapşırığı vermişdim. Amma özünüz də dediyiniz kimi, 19 nəfər şagirdin, yəni şagird sayının çoxluğu səbəbindən mən tapşırıqları dərs vaxtı yoxlaya bilməyəcəm. Çünki yeni dərs keçməliyəm. Dərslərimizin təəssüflər olsun ki, bəziləri gəlir, düşür qış tətilinə, bəzisi düşür qeyri-iş gününə, bəzisi düşür bayram gününə və biz proqramdan istər-istəməz geridə qalmış oluruq. Amma kimlər ki, ev tapşırığını işləyiblər, məsəl üçün olsun Kərəm, olsun Kamran, olsun Xədicə, olsun Nuray, olsun kim adı nədir? Şövkət. Hamınızın narahat olmayın. Zəqdə yığacam. Hamınıza yığacam. Cavablarınızı yoxlayacam. Valideynlərinizin qrupuna narahat olmayın. Göndərəcəm. Əsas odur ki, siz ev tapşırıqlarını işləyin. Yoxlamaq mənim boynuma. Sinifdə də olsa yoxlaya bilməsəm, canı sağ olsun, yoxlaya bilməsəm, evdə də olsa yoxlayıb sizə cavabını deyəcəm. Bugün əziz şagirdlər, biz yeni dərsimizi keçirik. Yeni dərsimiz artıq 34. Ben onları öğrenmişim. Ben de öğrenmişim. 4-cü bölməni, yeni bölməni keçirik. Tam sakitliyi xahiş edirəm. Yeni bölmənin 1-ci dərsi. Unit 4. Unit 4.